cücülərin qida rasionunda ət əvəzləyicisi kimi istifadəsi proqnozlaşdırılır. Ekoloji rifah vədlərinə baxmayaraq həşərat əsaslı məhsullar kütləvi hal almır. Çünki dad, qiymət və ənənə ət və bitki əsaslı seçimləri tələbatın ilk 2 pilləsinə saxlayır. Bəs həşəratlar nə vaxtsa qida rasionumuzda şah yeməklər siyahısına düşəcəkmi? Nature.com elektron jurnalında dərc olunan son icmalda müəlliflər qrupu həşəratlardan əldə edilən protein məhsullarının əti əvəz edə biləcəyini bildirib. Lakin bu məlumata baxmayaraq toplumlar həşərat yemək fikrini heç cür qəbul edə bilmir. Mövcud sübutlar göstərib ki, həşərat əsaslı məhsullar ət istehlakını azaltmadan əvvəl əhəmiyyətli maneələr aşmalıdır. Hal-hazırda onlar dadın tanınmasını, qiymət ictimaiyyətinin psixoloji hazırlığı və qəbulu baxımından geridə qalırlar. Eyni zamanda getdikcə populyarlaşan bitki əsaslı əvəzedicilərlə birbaşa rəqabət aparırlar.